Şərq nağıllarının sehrini, insanın mənəvi cəhətdən paklanmasını və məhəbbətin xilas edici gücünü tərənnüm edən Minbir Gecə. Heydər Əliyev sarayında nümayiş etdirilən tamaşa balet günlərinin açılış mərasimini sənətin möcüzəvi ahəngi ilə bəzədi. Fikrət Əmirovun fəlsəfi motivlərə söykənən musiqisi Şərq və Qərb sənətinin sintezini canlandıraraq tamaşaçıları valih etdi. Azərbaycanda ilk dəfə belə bir layihə keçirilir və mən çox şadam ki, balet günləri artıq demək olar ki, baş tutdu və bizim tamaşaçılar bu layihənin çərçivəsində 3 gözəl baleti görəcəklər. Minbir Gecə baleti artıq bitdi və gələcəkdə bizi Eşq və Ölüm baleti gözləyir və 7 gözəl baleti. Qəlbində inamsızlıqla ümidi, nifrətlə məhəbbətin mübarizəsini daşıyan Şəhriyar Şah səhnədə həm hökmranlığı, həm də insanın ən həssas duyğularını ustalıqla ifadə edir. Bu obraz məhəbbətin gücü ilə dəyişən bir insanın sarsılmaz əhval-ruhiyyəsini tamaşaçının gözləri önündə canlandırır. Tamaşada gördüyünüz kimi xəyanət etdi Nuridə və qulduru seçib Şəhriyarı çox qəzəbləndirdi. Şəhriyar bunu görərək öz həyat yoldaşını öldürür və ondan sonra başlayır bütün insanlara, yəni incitməyə. Və bunda yalnız Şəhrizad onu tanıyırdı, uşaqlıqdan tanıyaraq və onun qabağına gəlir və o ona heç nə eləyə bilmir. Burada yəni ilk dəfə Azərbaycanda demək olar ki, qadını biz güclü və qadınların hüquqlarını müdafiə edən bir şəxsi gördük. Səhnənin bir küncündə sevgi və mərhəmət cücərərkən, digər tərəfində nifrət və hiylə baş qaldırırdı. Qəddar mühafizəçilərin, hiləgər, riyakar saray qadınlarının fonunda amansızlıq və xəyanət sarayın parlaqlığına kölgə salırdı. Mən bu baletdə Nuridənin sevimli qulu obrazını canlandırıram. Bu obraz çox emosional obrazdır. Mən hər dəfə bu obraza çıxanda elə bil ki, ilk gündəki kimi bu həyəcanı yaşayıram. Belə deyək, bəd obrazdır, amma çox əziyyətli və məşəqqətli obrazdır. Minbir Gecənin sehirli dünyasına pəncərə açan Şəhrizadın nağılları isə tamaşaçıların qəlbində mərhəmət və ümid hissi oyatdı. Arzu Yusif, Miraziz Mirəlioğlu, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.